Hacı Şahinin cəmiyyətdə tutduğu bu birləşdirici mövqeyi, onun ədəbi, onun əxlaqı, onun yüksək mənəvi keyfiyyətləri ki, bu keyfiyyətlər bizim dilimizdən qaynaqlanır, Peyğəmbərimizdən qaynaqlanır, Əhl-i Beytdən qaynaqlanır. Bu Əhl-i Beyt əxlaqı ki, onda özünü təcəssüm elətdirmişdir. O inancından, məzhəbindən, təriqətindən fərqli olmayaraq bütün insanları onun ölümü incitdir. Bu, cəmiyyətdə nadir görülən hadisələrdən biridir. Bəzən görürsünüz ki, bir insanın fikrini başqa insanlar bəyənmir, o dünyasını dəyişəndə onun üçün o qədər də təsir eləmir. Amma elə insanlar var ki, bizim xalqın deyişiyle bir evdən getmir, eldən gedir. Və Hacı Şahin də belə insanlardan biriydi. Onun üçün keçmişdə onun haqqında danışmaq bizim üçün asan deyil. Asan deyil və mən əminəm ki, Azərbaycanın vətəndaşları əksəriyyəti belə düşünürlər və onun vəfatı onları da kədərləndirir və onun boşluğunda hiss edirik. Amma neyiniyək ki, bu dünya keçici, müvəqqəti bir dayanacaqdır. Bizim bir ziyalılardan biri bir söz demişdi. Dedi ki, dünya həyatı iki yoxluq arasında bir varlıqdan ibarətdir. Amma mən inançlı bir insan olaraq bunu doğru görmədim. Əslinə qalsa əzəllə əbəd arasında bir dayanacaqdan ibarətdir, müvəqqəti dayanacaqdan ibarətdir. Və bu dayanacaqda hamımız dayanırıq. Bir gündə öz missiyamızı yerinə yetirib köçəcəyik. Amma necə köçəcəyik? Necə köçəcəyik? İnsanlar bizi rəhmətlə mi yad edəcək? Bugün Hacı Şahin timsalında gördük ki, həqiqətən də bu rəhməti qazanmaq lazımdır. Bu rəhməti biz qazanmalıyıq. Dünyada səndən qalan axırda bir ad olur deyil. Böyük üstadımız Məhəmməd Hüseyin Şəhriyar. Həqiqətən də belədir. Yəni, dünyada bizdən qalan bu ad olacaq. Amma bu ad həm haqqın yanında qalmalıdır, həm xalqın yanında qalmalıdır. Və Hacı Şahin də belə insanlar idi.